Azərbaycanda beyin mərkəzlərinin toplanması və beyin mərkəzlərinin iştirakı ilə gedən proseslərin əhəmiyyəti yəqin ki, başqa vaxtla müqayisədə daha ciddidir. Mən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2024-cü ildə Azərbaycan mediasına verdiyi müsahibəni misal çəkmək istəyirəm. Və burada əgər yadınızdadırsa, Cənab Prezident yeni milli ideya lazımdır. Belə bir tapşırıq vermişdi bizə. Və bu yeni milli ideya söhbətinin aktuallığı getdikcə daha tez və hər addımda hətta üzə çıxır. Bugün bizim yaşadığımız ideoloji proseslərin də müəyyən mənada bir tərəfi həmin o yeni ideya məsələsinin ətrafına gedir, çıxır. Kim idi yeni ideyanın arxasında dayanan qüvvələr və onlar indi nə ilə məşğuldurlar və yaxud onlarla kim məşğuldur? Mən şəxsən belə düşünürəm ki, bugün Azərbaycan Respublikasının ideoloji müstəvisində baş verən proseslər 2023-cü il sentyabr ayının 9-una 20-sində keçən gecə və sentyabrın 20-sində səhər baş verən proseslərin davamıdır. Və ölkənin ideoloji mühitində Azərbaycanın ərazi bütövlüyü kimi dövlət suverenliyi də təmin olunmaqdadır. Və bu ucqarların istəyirsiniz Kreml qoyaq adını, istəyirsiniz bir başqa Kiril qoyaq adını, nə qoyaq, qoyaq. O proseslərin sonudur və Azərbaycan iradəsi, Azərbaycan dövlətinin iradəsi artıq dövlət suverenliyinin tam bərpasının, təmin olunmasının son akordlarını vurur. Bu mənada mən hesab edirəm ki, böyük bir prosesin tərkib hissəsinin içindəyik biz və Azərbaycan Respublikası yeni Azərbaycan Respublikasına İlham Əliyevin rəhbərliyi altında uğurla gedir və bu istiqamətdə görülən bütün işlər həmin o xəttin davamıdır. Mən bayaq elmimizin perspektivləri haqqında hər bir natiqin çıxışına qulaq astım və düşünürəm ki, bugünkü toplantını səyyar baş qərargah toplantısı da adlandıra bilərik. Elmimizlə, beyin mərkəzlərimizlə məşğul olan düşüncə mühəndislərinin fikirlərinin bu şəkildə toparlanması, mərkəzləşdirilməsi şübhəsiz ki, müəyyən nəticələr verməlidir və mənim yadıma belə bir fikir də düşür ki, bəzən dövlətlər qalib gəlirlər, xalqlar qalib gəlmirlər və yaxud bəzən dövlətin əskəri qalib gəlir, amma sənətkarı qalib gəlmir. Bu mənada mən düşünürəm ki, bizim elmimiz də rəqib elmə, düşmən elmə qalib gəlməlidir. Bu mənada mən Etibar müəllimin bayaq dediyi fikirlərlə tam razıyam ki, yalnız o halda biz nəyəsə böyük mənada Nobelə sənin sualına, sizin sualınıza cavab olaraq deyə bilərik, Said bəy, ümid eləyə bilərik, bel bağlaya bilərik. Çünki biz indi sanki müharibəni cəbhədə udmuşuq, masada udmuşuq. Prezident İlham Əliyev öz sahəsində demək olar ki, bütün pozisiyaları udub və digər sahələrdə müəyyən daban-dabana qaçmaq, qoşmaq, təqib eləmək kimi bir missiya var ki, biz o missiyanın öhdəsindən gələ bilmirik. Məsələn, bugün təbii ki, qlobal iqlim dəyişmələrin birinci növbədə nəticəsidir ki, bir tərəfdə İran Şahab raketləri buraxır və onu satır Rusiyaya. Eyni tərəfdən bu elmin intellektual nəticələr təqdim olunur, amma eyni zamanda İranın rəhbərliyinin iştirakçıları, üzvləri yağış duasına durur, yağış namazı qılır və bir tərəfdən biz danışırıq, Cenevrə saatları, İsveçrə saatları biz irəli gedirik, amma böyrümüzə 5-6 addım kənarda kimlərsə imam zamanı gözləyir, zamana imam kimi baxır. Bu paradokslar, bu təzadlar içərisində şübhəsiz ki, bizim elmimiz valyuta gətirən olmalıdır. Elmimiz valyuta gətirməlidir və çox vacib olan bir məqam da budur ki, biz elmin ixracı ilə ciddi məşğul olmalıyıq. Çünki mən şəxsən belə hesab edirəm ki, bugün Azərbaycanda ən vacib qeyri-neft sektoru elm sahəsidir. Elm sahəsi və Prezident İlham Əliyev də Elmlər Akademiyasının 80 illik yubileyi ilə bağlı çıxışında məhz buna diqqətimizi yetirdi. Əgər elm bugün pul alacaqsa, Allah razı olsun, alsın, yəqin ki, dövlət də buna gedəcək. Amma o aldığı pulu necə artırıb bizə qaytaracaq? Bu məsələ bundan ibarətdir. Çünki biz həmişə istənilən məhsulu maya dəyərindən danışmışıq, amma mütəxəssisin maya dəyərindən danışmırıq. Biz neçəyəyik və neçəyə başa gəlirik dövlətə? Ola bilər ki, kobud səslənir bu sual, ola bilər ki, bəlkə də adekvat deyil, bəlkə mən düzgün ifadə eləmirəm fikrimi. Amma hər bir insan fikirləşməlidir ki, aha, mənim bu qədər qiymətimdir filan yerdə, filan yerdə, filan yerdə və bunun əvəzində mən dövlətdən ziyanla işləyirəm, yoxsa xeyirlə işləyirəm və yaxud ziyanla yaşayıram, yoxsa xeyirlə yaşayıram. Bu mənada mən fikirləşirəm ki, biz
biz qeyri-neft sektorunun haqqında belə düşünməliyik və elm milləti olmaq. Elm milləti olmaq və elm milləti olmaq ən vacib olan məsələ budur. Bayaqları bizim hörmətli qardaşımız Anar müəllim Amerika Birləşmiş Ştatlarının şair məsələsinə bağlı danışdı. Bəli, mən də o fikirdəyim. Mən də o fikirdəyim ki, biz Məhəmməd Füzulidə yalnız şairi görməyək. Məsələn, Məhəmməd Füzulinin şairliyinə fikir verən adam dərhal fikir verməlidir ki, salam verdim, rüşvət deyildi, almadılar, nə var 9 axça dalıcı gedirdi və indi Füzulinin neçə illər sonra təmsilçisi həm dili, həm ürəyi, müasiri, əbədiyyət nöqteyi nəzərdən yanaşdıq İlham Əliyev həmin 9 axçanı 9 qızıl axça altında Trumpdan alır və necə alır? Məsələ burasındadır ki, biz imkanlarımızı müəyyən mənada elə hesablamalıyıq ki, konseptuallığı başa düşək. Prezident İlham Əliyev əgər bugün Elmlər Akademiyasında süni intellekt məsələsini qaldırırsa və eyni zamanda başqa bir toplantıda, fərqi yoxdur harda, Azərbaycanın xarici borclarının olmaması ilə danışırsa və bununla bağlı dövlətin siyasəti belə desək ki, qaçaqmalçılar Azərbaycana kənardan pul gətirirlərsə, əgər dövlət istəmirsə ki, kimdənsə borclu olmaq, onun vətəndaşı heç bir halda qara borclu olmamalıdır. Onda Azərbaycan Respublikasının əldə elədiyi üstünlükləri itirir. Bəli, dövlət borclu deyil. Amma hansı Əhməd borcludur, hansı Əli borcludur, hansı Cəmil borcludur. Bu proseslərin qabağını almaqdan ötürü idi məncə Elmlər Akademiyasındakı çıxış həmdə. Ümumiyyətlə, Prezident İlham Əliyevin çıxışını, Bakı Dövlət Universitetinin 100 ili ilə bağlı çıxışını, sonra Xankəndidə keçid dövrünün, zəfər dövrünün Xankəndi Universitetindəki çıxışını və Nəhayət Elmlər Akademiyasında bu məşhur çıxışını bölürəm mərhələlərə. Sonuncu çıxış elmə aid idi. Bakı Dövlət Universitetindəki çıxış tələbələrin hazırlanması mütəxəssis ölməsi ilə bağlı idi. Xankəndidəki çıxış müharibədən sonra yeni yaranmış Azərbaycanın perspektivləri, elm perspektivləri barədə idi. Mən şəxsən bu fikri Azərbaycan prezidentindən əxs elədiyim bir fikir deməliyəm. O deyirdi ki, həmişə, bugün də deyir ki, hücum diplomatiyası olmalıdır. Bu yalnız diplomatiyaya aid olmamalıdır. Bu hücum elmi olmalıdır ilk növbədə. Bu hücum bütün sahələrə aid olmalıdır. Çünki bizim proses, hərəkat davam eləyir. Biz hələ Aşıq Ələsgərin heykəlini qoyduğumuz yolun qırağında dayanıb biz hara baxdığımızı dəqiqləşdirməliyik. Mən bu mənada fikirləşirəm ki, dilə də bu nöqteyə nəzərdən yanaşmaq lazımdır. Azərbaycan dili və Azərbaycan sözü bunlar fərqli anlayışlardır. Azərbaycan dili ərazidir. Dil ərazidir. Azərbaycan sözü onun üstündə yaşayanlardır, onun sakinləridir. Onun içində aborigenlər var, onun içində gəlmələr var, qonaqlar var. Kimlər varsa miqrasiya qanunları ilə gəlib yaşayır, kimlərsə var oğurluqla gəlib biz onları deport edirik. Və prezident deyəndə ki, əgər bizdə bu söz varsa, onun alınmasına ehtiyac yoxdursa, onu gətirmək ya səhvdir, ya təxribatdır, ikisi də o mənada. Mən şəxsən belə fikirləşirəm ki, Azərbaycan dili biz ölkə kimi yanaşsa çox məsələ aydınlaşacaq. Oranın gömrüyü var, dürüst işləməlidir. Oranın sərhədi var, dürüst işləməlidir. Orada yerləşən qonaqlar dürüst yerləşdirilməlidir. Əgər o qonaq özünü üzdə aparırsa qovulmalıdır və Azərbaycan dilinin qorunması birinci növbədə həmin o tranzitin qorunmasıdır. Biz bu dilə tranzit kimi baxmalıyıq. Və İlham Əliyev deyəndə ki, and içmə mərasimindən sonra bizim bir ailəmiz var, Turan ailəsi, Türk ailəsi. Daha doğrusu demişdik ki, Türk ailəsi, biz deyirik Turan ailəsi. Bu, o deməkdir ki, biz dilimizi həm də böyük Türk ailəsi üçün qorumalıyıq. Onun təmizliyini ona görə qorumalıyıq. Və bunlar hamısı elmi konseptual məsələlərdir. Vaxtınızı çox almaq istəmirəm. Sadəcə olaraq mən istəyirəm burada bir məsələdə toxunam. Fikir verdinizsə, Milli Məclisdə çox ciddi bir qanun layihəsi müzakirə olundu və çox təəssüf edirəm ki, elə içi bizim media daxil olmaqla o məsələlərin sonuna qədər gedib çıxmaq kimi bir dirəniş göstərmədik. Söhbət qan qohumlarına evlənməkdən gedir. Qan qohumları ilə nikah bağlamaqdan gedir. Bax, indi bu saat dilimizin ətrafında gedən proseslər də həmin o prosesin davamı, bəlkə də tərkib hissəsi, bəlkə də bir hissəsidir. Çünki biz qan qohumlarına evləndikdə, inteqrasiyanı daha çox onlarla həyata keçirdikdə, hansı fəsadlar və hansı risklərin üzüyüksə, qonşu dövlətlərin, bizə yaxın olan dövlətlərin, bizim də eyni dildə danışan dövlətlərin bizim dilimizə sirayət eləməsindən doğa biləcək fəsadları da o şəkildə qəbul etməliyik. Bu mənada mən düşünürəm ki, biz inteqrasiyadan qorxmamalıyıq. Azərbaycan dilinə daxil olmalı sözlər daxil olmalıdır. Azərbaycan dilinə soxulan sözlər qovulmalıdır. Biz dəvət ediriksə, qonaq qəbul ediriksə, buyursun gözümün üstə yeri var. Yoxsa dil işğalçı kimi gəlirsə, onu biz rədd eləməliyik. O cümlədən də 28 aprelin dilə yolu bağlanmalıdır. Və heç bir halda Azərbaycan dili özünü müdafiəsiz və mühafizəsiz hiss eləməməlidir. Təşəkkür edirəm, mənə diqqət ayırdığınıza görə. Çox sağ olun.